Narkotika meyilli qızların çoxu narkoman oğlanlara qoşulur. Pritonlarda narkotik alver edirlər. Narkobaronlar da ölkəyə narkotik keçirmək üçün bu qızları cəlb edirlər. Onlar cinsi orqanlarında gömrükdən narkotik keçirirlər. Bunu Sağlam Addım Reabilitasiya Mərkəzinin rəhbəri Anar Əliyev Stop Narkotik Aza bildirib. O deyir ki, hazırda ölkəmizdə narkotik satışı əllə yox, daha çox kiber cinayətkarlıqla həyata keçirilir. Stat: Əsasən də satış TikTok, Instagramda baş verir. WhatsApp, TikTok, Instagram üzərindən dostluq göndərirlər. Profildə Patı, M40, Kola yazılır. Dostluq qəbul edəndə İran telefon nömrəsi və WhatsApp nömrəsi çıxır. Adam hansısa narkotiki sifariş edirsə, İranlı nömrəsi ilə yazanlar Bakının ərazisində konum atırlar. Sonra istifadəçi həmin konuma gedib narkotiki götürür. Mərkəz rəhbəri bildirir ki, narkotacirlərin toruna ən çox düşən gənclər, yeni narkotika başlayanlardır. Təbii ki, uzun müddət narkotik istifadə edənlərin telefonu olmur. O gedib hardasa narkotik zakladkası axtaranda polis onu görür və tutur. Amma xarici görünüşü normal, hələ çəhrayı dövr yaşayan cavanlar bariqa görmür. Hansısa yeri işarələyirlər ki, filan daşın ya filan dirəyin altındadır. Gedib həmin narkotiki götürüb istifadə edirlər. Bir məsələ də var ki, ərazilərə aparıb narkotikləri yerləşdirən İran vətəndaşı deyil, Azərbaycan vətəndaşıdır. Bu narkotikləri yerləşdirənlər də çoxu qocaman narkotik aludəçiləridir. Bu qocaman narkotik kuryerləri ilə də çox zaman həbsxanalarda tanış olurlar. Hansı ki, ilk dəfə istifadə ilə həbsə düşən gənclər oradakı bariqaların təsirinə düşürlər. Qocaman bariqalar onları ələ alır. Həbsdən çıxandan sonra onları narkotik daşımaq, yerləşdirmək üçün istifadə edirlər. Polis onları durmadan tutur, amma onların çoxu həbsxanada narkotik şəbəkəsinin təsirinə düşəndən sonra sərhəddən keçirilmiş narkotiki gətirənlər, zakladkalar yerləşdirənlərdir. Sitatın sonu.